Vətən müharibəsi qəhrəmanı General-mayor Zaur Cavanşir 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bizim media ilə bölüşüb. Global Info xəbər verir ki, o döyüşlər zamanı xüsusi təyinatlı qüvvələrinin sabiq, quru qoşunlarının hazırki komandanı general-polkovnik Hikmət Mirzəyevlə bağlı xatirəsində danışıb. Stat: Döyüş vaxtı mən komandanın geri getməsini təkidlə bildirdim. O nəhayət ki, mənimlə razılaşdı. Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa olsun, bugün bizimkiləri qarşı tərəfə keçirməlisən, dedi. Oldu deyə bildirdim. Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım. Zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komanda mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim. Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqelənməyə çalışan tankın gülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən sürücü mexanik həlak oldu. Statın sonu. Ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.